Cən Rəfiyev bir şeirində belə deyir: Mən səni görəndə susub qalırdım. Elə bil ürəyim susub dayanan kimi. Darıxmağımız da çox gözəl idi. Tez zəng vurardıq oyanan kimi. Məni ram eyləyən diqqətin idi. O şirin dilin şərbətin idi. Sənlə danışmaq da çox çətin idi. Utanırdım uşaqlar utanan kimi. Sənsizlik qəlbimi deşib dəlirdi. Halımı görənlər tez kövrəlirdi. Xəyalın gözümün önünə gəlirdi. Gecələr yerimə uzanan kimi. Sonra birdən danışmadı, dinmədi. Bəlkə də bəxtim üzümə gülmədi. Amma bu məhəbbət uzun sürmədi. Mən onu itirdim inanan kimi. Amma bu məhəbbət uzun sürmədi. Mən onu itirdim inanan kimi.